Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala Muhammedin ve alihi tayyibin tahirin ve lanetullah ala adayhim ecmaîn. Mən əzizdə əqaid bəhsində, tavhid mövzusunda elm sifəti ilə deməli davam edəcəyik inşallah mövzumuzun ardı olaraq. Allah Təbarək və Teala heç bir şeydən, yəni qafil olmayan, qəflətdə olmayan alim və hikmət sahibidir. Allah alimdir sözündə deyəndə biz mənası budur ki, istər kiçik olsun, istər böyük olsun, istər canlı, istər cansız, istər hissi olsun, yəni cüz olsun, istər kull olsun, tam olsun, istər hazırda mövcud olsun, istər gələcəkdə, istər heç vaxt mövcud olmayacaq, hər bir şeydə mütləq şəkildə xəbərdar və alimdir, yəni biləndir və onları öz müqəddəs elmi ilə əhatə edib. Mənası budur. Allah alimdir sözünün mənası. Yəni Allah Teala ona görə alim adlanıbdır ki, heç bir şeye cahil deyil və heç nə ondan gizli deyil. Məsələn, mərhum Şeyx Tureyhi Məcmuəl Bəhreyn əsərində elm sifətinin şərhində bu mənanı qeyd edir. Allah əlimdir sözünün mənası da odur ki, o zaten biləndir. Yəni elm onun zatının özü və eynisidir. Bütün sirləri kamil şəkildə bilən və qəlblərin dərinliklərində olan bir anın içində belə zehinlərdən keçən və gizli olan hər bir şeyin ən gözəl şəkildə xəbərdar olandır. Yəni gizli, qaranlıq olan heç bir şey ona gizli deyil. Ən kiçik zərrə miqdarında olan şeylər belə ona məlumdur, məchul deyil. Onun varlıq aləmi yaranmamışdan əvvəl onlara elmi var idi. Məxluqatda yaratdıqdan sonra onların gizlətdiklərinə və aşkar etdiklərinə, zahir və batinlərinə alimdir. Məsələn, mərhum Şeyx Sədq rəhmətullahi əleyhissalamdan gətirdiyi hədisdə əlim sifətinin də mənasını bu cür veribdir. Təbii ki, Allah Teala'nın elmi insan elmindən tamamilə fərqlidir. Çünki bizim elmimizin əvvəli və başlanğıcı var. Bizim elm cəhalət və yoxluqdan əldə olunur. Amma Allah Teala'da bu cür deyil. Ki, sonradan kəsb olsun, yəni hazırbillah cəhalət olsun, sonra elm olsun. Allah Teala'nın alim sifəti ilə sifətlənməsinə dəlil Quran-ı Kərimdə ayələr var, mütəvatir hədislərimiz var və əqli dəlillərimiz var. Ağlın bədihi bir hökmüdür ki, Allah Teala alimdir və bu sifətə zaten sahibdir ki, bunlar inşallah biz bəhsində müəyyən qədər toxunacaq. Məsələn, Quran-ı Kərimdə Allah Teala Səba surəsinin 3-cü ayəsində buyuruyor: Bismillah, alimul gayb, la ya'zubu anhul misqalu zarratin fis semavati ve la fil ardi ve la asgharu min zalika ve la akbaru illa fi kitabin mubin. Göylərdə və yerdə zərrə qədər olan hər bir şey Allah'tan gizli qalmaz. Ondan kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın yazıda olmasın. Açıq-aşkar kitabda yazılmaz, yəni lövh-i məhfuzda. Və yaxud da Allah Bəqərə 231-də buyurur ki, və aləmu ənəllaha bi kulli şeyin alim. Bilin ki, həqiqətən də Allah hər şey bilir, alimdir ona. Və yaxud da Tövbə surəsi 78, məgər bilmirlərmi ki, anlamırlarmı ki, Allah onların sirlərindən də, gizli danışıqlarından da agahdır və ənəllaha allamul ğuyub, Allah qeybləri biləndir. Və yaxud da Nəml surəsində məsəl üçün var 74-75-ci ayətlərində ki, həqiqətən də sənin Rəbbin onların qəlblərinin gizli saxladıqlarını və onların aşkar etdiklərini bilir. Göydə və yerdə də bir gizli şey yoxdur ki, açıq aydın ki, kitabda yazılmasın. Yəni kitabda da məsələn kitab-ı mubin, lövh-i məhfuzda aşkar yazılmasın mənasında. Yaxud məsələn Səba surəsinin 2-3-cü ayətləri ki, biz dedik məsələn Allah Teala bəyan edibdir. Sonra Bəqərə surəsinin 255-ci ayəsində var. Məsələn Allah Teala ki qeyd edir, o bütün yaranmışların keçmişini və gələcəyini bilir. Xalfəhum ki o la yuhituna bi şey'in min ilmihi illa bima şa'a. Ki onların keçmiş və gələcəyini bilir. Allahın elmində onun özünü istədiyindən başqa heç bir şey götürə bilməzlər, ilmlənə bilməzlər. Yaxud da Rəd surəsi 8-9-cu ayətlərdə var. Allahu ya'lamu ma tahmilu kullu unsa və ma taqidu ərham və ma tazdadu bi kulli şeyin indahu bi miqdari alim el-ğeybi və şəhadəti el-kebiru el-müteal.
ki, hər bir dişinin nə daşıdığını, yəni bətnində nə olmağını, bətinlərin nəyi azaldıb, nəyi artıracağını Allah bilir. Onun yanında hər şey müəyyən bir ölçüsü var. Allah qeybi və aşkarı biləndir, böyükdür, ucadır. Ki, bu mübarək dəlillər, ayələr açıq-aşkar göstərir ki, Allah həqiqətən də kamal sifəti qəti dəlillərlə bəyan oldu ki, Allah Teala alimdir və bizim bildiyimizdən də qat-qat və vəsfini qısa olaraq verdiyimiz mənada olan alimdir. Hədislərdə də həmçinin bunlara qeydlər var. Məsələn, İmam Sadiq Aleyhisselamın əshabına biri danışır, deyir ki, Əbu Əli rəvayət edəcək ki, imamın yanındaydım. Belə bir dua edim ki, Elhamdülillahi müntəhə ilmihi fəqal aleyhisselam la taqul zəlikə fə innehu leysə li ilmihi müntəhə. Allah'ın böyle diyorum ki, həmd olsun o Allah'a ki, Allah'ın ilmi qədər, yəni Allah'ın ilminin həddi qədər Allah'a həmd olsun. İmam dedi ki, belə demə, çünki onun ilminin bir həddi yoxdur. Sən intiha qoya bilməzsən ki, Allah üçün bu hədd var. Ona görə imam səhabənin duasını düzəldir ki, burada xəta edirsən. Və yaxud da məsələn, Abdullah Kahil adında sahabi İmam Kazım Aleyhisselam'ın Allah'ın ilmin həddi qədər həmd olsun duası barəsində məktub yazaraq soruşur. İmamdan da cavab gəlir ki, deyir, Allah'ın ilminin həddi qədər demə. Çünki onun ilminin həddi yoxdur. Belə deyilən ki, Allah'ın razılığı olan qədər. Çünki rıza feyli sifətlərdəndir, feyli sifətlər isə məxluqdur. Hər bir məxluq isə məhduddur. Ki, imam burada bu qaydanı öyrənir. Lakin qul muntəhə rıdahu, yəni bu formada deyilən. Ki, razılığının həddi qədər Allah'a həmd olsun. Mesela başqa bir mübarək hədisdə Mənsur bin Həzim nəql edir ki, İmam Sadiq Əleyhisselam'a sual verdim ki, Ərəaydə mə kənə və mə huvə kəinun ilə yevmin qiyamə əleysə kənə fi ilmillahi deyir, keçmişdə nələr olub və qiyamətə qədər nələr olacaq, məgər Allahın elmində yox idi, Allah yəni bilmirdi. Deyir ki, İmam Əleyhisselam fəqalə cavabında belə dedi, bəli, Allah bilirdi. Bütün bunlar onun elmində var idi. Hətta göyləri və yerləri yaratmışdan əvvəl Allah bunları bilirdi. Və yaxud da başqa bir hədisdə yenə də həmin səhabi İmam Sadiq Əleyhisselamla danışığında qeyd olur ki, deyir, bu gün baş verən elə bir şey varmı ki, dünən Allahın elmində olmasın. İmam cavabında qalə aleyhisselam, lə, bəl kənə fi ilmihi qablə ən yunşiyə səməvəti vəl-arda. Deyir, xeyr, hətta göyləri və yeri yaratmamışdan öncə, xəlq etməmişdən öncə belə o şey onun elmində var idi, Allahın elmində, yəni mövcud idi. Mesela başqa bir rivayətdə Hüseyin bin Bəşşar İmam Rıza Aleyhisselam'dan danışır, nəql edir bu rivayəti ki, deyir, sual elədi, Allah heç vaxt olmamış bir şeyin olacağı təqdirdə nə cür olacağını da bilirmi? Yoxsa o ancaq olan şeyləri bilir. İmam Aleyhisselam cavabını buyurdu ki, Allah Teala hər şeyi onlar var olmamışdan öncə biləndir. Allah özü de Qur'andakı buyurur ki, həqiqətən də biz sizin etdiyin əməlləri yazdırmışıq. Yəni ki, İmam bu ayəni də dəlil kimi gətirir və qeyd edir həmçinin ardıcan ki, cəhənnəm əhli haqqında da Allah Teala buyurur ki, məsələn, Ənam 228-də ki, əgər onlar qaytarılsaydılar yəni dünyaya, yenə də özlərinə qadağan olmuş şeylərə qaydardılar. Yəni, yenə də eyni günahları eləyərdilər. Həqiqətən də onlar yalancıdırlar. Ki, innahum ləkəzibun. Allah Teala çox şirayədə deyir axı. İmam da buyurur ki, deməli, əgər onlar geri qayıtsaydı, yenə də özlərinə qadağan olunan o işləri görəcəkdilər. Və Allah bunları öncədən bilirdi. Hətta mələklər Allaha biz səni həmd sənə ilə təriflədiyimiz, sənə təqdis elədiyimiz halda sən yer üzündə fitnə töküb, qan salacaq, qan dökəcək bir kəsimi qərar verəcəksən. Ki, Allah deyir, nədir orada? Ki, onların cavabında İnni ələmu mə lə tə'ləmun. Həqiqətən də mən sizin bilmədiklərinizi bilirəm. Mən o şeyləri bilirəm ki, siz bilmirsiniz. Deməli, Allah bilirdi və İmam buyurur ki, əzəmətli olan Allah elmi əzəli olaraq hər şeydən öndədir.
ve onları yaratmamışdan evvel qədimdir. Rabbimiz olan Allah pakdır ve çok ucadır pis sifətlərdə. Bütün şeyləri onlardan önce bildiği halde onları istediği kimi yaratmıştır. Bizim Rabbimiz belədir. Əzəli olarak her şey bilendir, eşidəndir, görəndir. İmam sözünü bu cür tamamlayır. Ve hatta başka bir hadiste Abdullah bin Miskan İmam Sadık Aleyhisselam'a nəql edir ki, sual verdim ki, "Əkana ya'lamul məkan qabla an yaxluqal məkan alimahu ində ma xalaqahu və ba'da ma xalaqahu." Deyir, Allah məkanı yaratmamışdan, xalq etməmişdən əvvəl onun necəliyini bilirdi, yoxsa məkanı yaratdığı zaman yaxud da yaratdıqdan sonra onun elmi oldu? Ki İmam orada buyurur ki, Allah bu deyilənlərdən, bu naqislikdən ucadır. O məkanı yaradandan, xəlq edəndən sonra bildiği kimi yaratmamışlar. Öncə də əzəli olaraq bunu bilirdi. Və bütün şeyləri bilməyi də bu cürdür. Məkana olan elmi kimidir. Yəni o nisbətdəki sual veribdir abi. İmam dedi ki, yəni bu cürdə əvvəldən bilirdi. O deyil ki, yəni sonradan bilsin. Və başqa bir hədisdə İmam Sadiq Aleyhisselam yenidən Şeyh Sadıq rəhmətullah bu hədisləri Tohid kitabında gətiribdir və Allah rəhmət eləsin, çox əzəmətli rivayətlərdir ki, Allahı tanımaq üçün bunları cəm edibdir. Və bu mövzuya aid də dəlil digər bir hədisdir ki, Hz. İmam Sadiq Aleyhisselamdan nəql olunur ki, "Huva ba'inun min xalqihi muhitun bima xalaqa ilmən və qudratan və ihatatan ve sultanen ve mulken ve leysa ilmuhu bima fil ardı bi aqalla mimma fi semai ve la yab'udu minhu şey'un." Ki Allah yarattıklarından ayrıdır. Yarattığı şeyləri elm, qüdrət, idarə, hökmranlıq və sahiblik baxımından əhatə edibdir. Onun yerdəkilərə olan elmi, göydəkilərə olan elmindən az deyil. Heç bir şey ondan uzaq düşməz. Bütün şeylər elm, qüdrət, hökmranlıq, sahiblik, idarə etmə cəhətindən Allah üçün eynidir. Yəni nəyisə az, nəyisə çox bilmir, nəyisə yaxşı, nəyisə zəif idarə eləmir. Naqisliyi yoxdur nəzubilə. Çünki o niyə? Möhtac və zatında dəyişkənliklər baş verən bir varlıq deyil ki, bu deyilənlər ona şamil olsun. Və bu dəlillər göstərir ki, bizə hədislərlə ki, Əhl-i Beyt əleyhissalam açıq-aşkar Allahın elm sifətini bizim üçün bu cür rahat bəyan edir. Ki, həmd olsun da ki, Allah Teala bizi bu cür vilayətdə və sağlam bir əqidədə qərar veribdir. Və həmçinin dediyimiz kimi Allahın elmi sifəti əqli dəlillərlə də sabitdir bizim üçün. Yəni insan əqli, fəlsəfi, məntiqi dəlillərlə də sübut eləyə bilər ki, Allahın elmi sifəti mövcuddur. Məsələn, Allah Teala'nın alim və hər şeydən xəbərdar olması barədə ki, bu hədislərə ki biz baxdıq və bunların müqabilində əqli olan dəlillərdə alimlər qeyd ediblər. Məsələn, alimlər deyir ki, əgər Allah Teala bütün şeylərdən xəbərdar olmasa, yaxud da onlardan bəzilərini bilsə, digərlərini bilməsə, o zaman onun cahil olmağı lazım olar. Cahil sifət isə deyildi ki, nöqsan sifətdir, Allahın kamal sifətlərinə ziddiyyət təşkil edir. Allahın bütün kamal sifətlərinə sahib olması qəti dəlillərlə sabit bir məsələdir. Çünki hər bir nöqsan sifət öz arxasınca ehtiyac gətirər. Və bir şey ehtiyaclı olan kəsdən isə ilah olmaz. Deməli, vücudu vacib olan uca yaradanımız öz müqəddəs və kamil zatı ilə bu kimi naqis sifətlərdən pakdır, uzaqdır. Onun bir şeyə cahil olmağı qeyri-mümkündür. Əksinə o heç nədən xəbərsiz olmayan alimdir. Və məlumdur ki, varlıq aləmində yalnız Allah Təbarək və Teala zaman və məkan kimi ehtiyac və nöqsan gətirəcək hər bir şeydən uca və pakdır. Çünki zaman və məkanı yaradan Allahın özüdür və aşkar məsələdir ki, hər bir yaradan öz yaratdığından əvvəldir. Əgər xaliq mövcud olmasa, məxluq da mövcud olmayacaq və ağlın bədihi hökmü ilə bilirik ki, əgər bir kəsi zaman və məkan əhatə etməsə, həmin şəxs o ikisini əhatə edəcək. Yəni, zamanı və məkanı və o ikisini əhatə etdiyi şeyləri əhatə edən şəxsin hər bir şeydən xəbərdar olmağına haqqı və səlahiyyəti var. Niyə? Çünki o hər bir zaman
ki, bütün zamanı və məkanı əhatə edir və onların məhdud çərçivəsindən də xaricdir. Belə olanda həmin şəxsin onlardan hansısa birinə cahil olmaqla heç bir məna qalmır. Yəni, bədii məsələdir ki, Allah Teala'nın müqəddəs zatı əzəli və əbəd olaraq var və hər bir şey əhatə edir. O, kainat və onun əhatə etdiyi şeylərdən xəbərsiz ola bilməz. Varlıq aləminə və onların işlərinə də cahil ola bilməz. Göylərdə, yerdə baş verən hadisələrdən qafil ola bilməz. Biz öz varlığımıza baxdıqda zaman və məkanın bizi əhatə etməsinin və bunlarla məhdudlaşmağımızın aşkar şahidi oluruq. Bizim öz məkan və zamanımızdan başqa digər zaman və məkandan xəbərdar olmağımız qeyri-mümkündür. Çünki biz o ikisinin yox, əksinə onlar bizi əhatə edir. Yəni, biz zaman məkanı əhatə eləmirik də, zaman və məkan bizi əhatə edir. Ki, amma Allah Teala'da isə bu cür deyil, əksidir. Allah özü zaman və məkanları əhatə edir. Və ona görə də buna görə mahiyyət budur ki, Allah belə şeylərdən xəbərdar olmasın demək qeyri-mümkündür. Çünki biz o ikisini yox, əksinə onlar bizi əhatə edir. Amma Allah'da belə deyil. Əksinə hər bir şeyi kamil surətdə öz səltənəti, qüdrəti ilə əhatə edir və onun hakimiyyəti hər bir zaman məkanın xaricindədir, fövqündədir və istədiyi şeydə zaman və məkan baxımından iradədir, yaradır. Həmçinin bu cür deyil ki, Allah zamanın üç növündən birini əhatə eləsin, yəni keçmişi, indiki yoxsa gələcəyi. Bu cür demək özü batildir. Niyə? Çünki Allah Teala üçün bu cür deyil ki, o birini əhatə eləsin, digərini əhatə eləməz. O zamanın hər üç növünə hakim və sahibdir. Çünki hər üçünün də yaradanı odur. Allah Teala öz yaratdığından və onun halından xəbərsiz ola bilməz. Təbii ki, onun öz yaratdıqlarına cahil olmaq qeyri-mümkündür. Çünki Quran-ı Kərimdə Allah Teala məsələn Mülk 14-də deyir ki, Bismillah, Ələ ya'ləmu mən xaləqə və huvəl-lətiful xabir. Məgər xəlq edən, yaradan, yaratdığı şeyləri bilmirmi? O incəliyinə qədər hər şey bilən və xəbərdardır. Xəbəri olandır. Deməli, bu cür təsəvvür oluna bilməz ki, Allah Teala insanları gizlətdiyi sirləri bilməsin, cahil olsun, nauzubillah, onların cismini, ruhunu, qəlbini, ağlını yaradan, onlara güc, qüvvət, təfəkkür, nitq bəxş edən Allah. Ki, Allah özü Qaf surəsi 16-da da buyurur ki, Bismillah, və ləqəd xaləqnəl insənə və nə'ləmü mə tuvəsvisu bihi nəfsuhu və nəhnu əqrəbu iləyhi min həblil vərid. And olsun ki, insanı biz yaratdıq və nəfsinin onun nə vəsvəsə etdiyini də biz bilirik. Biz ona şah damarından da yaxınıq. Deməli, ağıl qüvvəsinin birbaşa hökm etməsi ilə insan bilir ki, Allah Teala yaradılış aləminin hər bir şeyinə alimdir, onların halından da xəbərdardır. Və həmçinin qeyd eləmək lazımdır ki, yaradılış aləminin nizamı, tədbiri və dəqiqliyi Allah Teala'nın alim olmağına aşkar dəlildir. Yəni, gündəlik həyatımızda, təcrübələrimizdə, araşdırmalarımızda heyrətamiz varlıqların necə dəqiqliklə yaradıldığını görürük. Bütün bu gördüklərimiz onların xaliqinin, yəni yaradanın alim olmağını xəbər verir. Ki, məxsus da ki, ən incə yaradılışa sahib olan kiçik varlıqlar belə onların xaliqinin kamil elm sahibi olması üçün açıq-aşkar bir kəşfli dəlildir. Məsələn, mərhum Şeyx Sadıq Rəhmətullah Aleyh Tövhid kitabının 37-ci səhifəsində qeyd edir ki, Allah Teala'nın alim olduğuna dəlillərdən biri də budur ki, fərqli ölçülərə, bir-birinə zidd tərtiblərə, müxtəlif quruluşlara sahib olan feillərin, yəni yaradılan işlərində mənasında deyir, gərəkli hikmət əsasında olmağı onları bilməyən biri tərəfindən baş verə bilməz və bu işlər onlara cahil olan biri tərəfindən daimi şəkildə davam etdirilə bilməz. Məgər bilmirsənmi ki, möhkəm quruluşa sahib olan hər tərəfi yerli dəqiqlik və gözəlliklə işlənən bir sırğanı zərgərlikdən anlayışı olmayan biri düzəldə bilməz. Yəni, həmçinin bütün hərfləri sırayla bir-birindən sonra yazılmış bir yazını yazmağı bilməyən biri tərtib edə bilməz. Halbuki bu aləm təsvir etdiyimizdən də zərif bir yaradılışa və möhtəşəm bir quruluşa sahibdir, malikdir. Elə isə onun var olmazdan öncə necəliyini bilməyən biri tərəfindən yaradılmağı çox uzaq bir baxışdır, görüşdür, nəzərdir və qətiyyən də mümkün deyil. Şeyx Rəhmətullah Aleyh çox gözəl bir izah gətirir belə və
Şeyx burada yaradılış aləmində olan fərqli ölçülərin, bir-birinə zid tərtiblərin, müxtəlif quruluşların olmağı sözü ilə çatdırmaq istədiyi də budur ki, onlar fərqli və müxtəlif olmaqla yanaşı aralarında heç bir uyğunsuzluq yoxdur. Məsələn, səma cisimlərinin çoxluğu və müxtəlifliyi bir-birinin digərinə mane olmaqla səbəb olmur. Ziddiyyət yaratmır, problem yaratmır. Eləcə də yer üzərində olan varlıqların, canlı, cansız, hərəkətdə olan, uçan, qaçan, üzən, gəzən, hamısı müxtəlif və pərakəndədir, düzdür, amma onların arasında uyğunsuzluq yoxdur. Bu sözdə bütün yaradılış aləminin nizam-intizam hakimdir. Bu mümkün deyildi ki, deyəsən ki, Allah bu cür cahildir, nəuzubillah. Və həmçinin işlərin incəliyi, əməllərin dəqiqliyi Allah təbarək və Teala'nın hikmət sahibi olmağının böyük dəlilidir. Yəni, insaflı olan hər bir insanın vicdanı bütün bu deyilənləri təsdiq edər. Çünki ağıl sahibi olan kəs bir anlığa səni üfüqdə olan şeylərə, ətrafında və özündə olan nişanlara baxsa və onlara düşünsə, həqiqətin bizim söylədiklərimizdən başqa bir şey olmadığını görə bilər. Məsələn, Fussilet 53-də Allah nə deyir? Onlar haqq olduğu onlara bəlli olsun deyə biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə, həm də onların öz daxilində mütləq göstərəcək. Rəbbinin hər şeyinə şahid olmağı kifayət deyilmi? Görürsünüz, necə gözəl Allah Teala bir kəlmə ilə bu məsələni biz üçün tamamilə aydınlaşdırır. Və burada bir qeydə vuraq ki, Allahın bəzi sifətləri barəsində məzhəb, məktəblər arasında ixtilaflar olubdur və bu gün də var. Və bu ixtilaflar da onların keyfiyyət və necəliyi baxımından olub da, nəinki var, yoxdur məsələsi, inkar, təsdir məsələsi yox. Keyfiyyət və necəliyi barəsində bəhslər olubdur. Və Əhl-i Beyt əleyhissalam məktəbinə qarşı təbii ki, bunu dəfələrlə qarşı qoyanlar olubdur, mövcud olubdur. İndi də var təbii ki. Və o şübhələrdən də biri məşhuru budur ki, bəziləri Allahın elminin hər bir şeylə əlaqəli olduğunu və hər bir şey xırdalığı qədər əhatə etdiyini qəbul etməyiblər. Ki, onlar iddia ediblər ki, Allahın yaradılışı olan elmi kulli şəkildədir, ümumidir. Yəni, Allah Teala cüzləri bilmir. Onun elmi kulli formadadır. Kulli elmdə budur ki, əşyalar səbəblər vasitəsilə bilinər. Məsələn, bizim elmimiz var ki, nə vaxt qaz yerin altına yığılsa zəlzələ baş verir. Nəticədə həmin zəlzələyə olan elmimiz kulli formada oldu. Daha zəlzələnin baş verib verməməyini bilmirik. Yaxud bir kəs bilir ki, günəşin müəyyən bir yeri çatmağı onunla ayın arasında bir vasitə yaradır. Nəticədə bu yer üzərində ayın tutulmağına səbəb olacaq. Həmin şəxsin ay tutulmağına olan bu cür elmi kulli elmdir. Çünki bu elm ay tutulmağından əvvəl, onun tutulan zaman və tutulduqdan sonra da onda var idi. Amma həmin şəxs bu tutulmanın artıq baş verib qurtardığını, yaxud baş verəcəyini, indi baş verdiyini bilmir. Amma ümumi hadisənin gedişatını bəllidir, yəni məlumatı var. Çünki düzləri bilmir. Cüz'i elm budur ki, əşyalar və hadisələr səbəblərə ehtiyac duymadan birbaşa özləri məlum olar. Məsələn, insanın gün ərzində elədikləri işlər. Danışmağı, susmağı, gəzməyi, oturub durmağı, məsələn, işə gedib gəlməyi. Yəni, işlərin birbaşa özünə şahidlik eləməyi və onları bölməsi və o bölgüləri bilməsi cüz'i elm adlanır. Və nəticə etibarilə onlar iddia edirlər ki, Allah Teala cüz'iyyatı bilsəydi, həmin cüzlərin dəyişməsi onun zatı dəyişərdi. Nəuzubillah. Çünki elm onun zatının özü və eynisidir. Məsələn, bunu deyiblər. Ki, mahiyyət budur ki, niyə? Çünki elm Allahın zatının, belə deyək də, özü ilə eynidir və başqa cür desək, əşyalar haqqında cüz'i məlumat əldə etmək müqəddəs Allahın zatının dəyişkənliyini lazım tutar. Çünki bütün cüz'i məlumatlar müxtəlif və bir-birlərinə ziddir. Nəticədə Allahın zatı dəyişər. Həmin dəyişkən və müxtəlif olan cüz'i məlumatlar zatın dəyişməyinə səbəb olduqda
Məsələn, bir varlıq yaranır, amma digəri ölür. Biri gəzir, digəri gəzmir. Biri danışır, digəri susur. Bir varlıq yatır, biri oyadır və s. Göründüyü kimi, nədir? Bütün məlumatlar müxtəlif və dəyişkəndir. Biz isə qəti dəlillərlə bilirik ki, Allahın zatı heç zaman dəyişməz. Burada da cavab olaraq ulama nə deyir? Deyirlər ki, əvvəla Allahın cüzləri elmi yoxdur sözünü söyləmək, Allah Taala'nın nöqsan sifəti ilə vəsf etməkdir. Çünki bilmək elm, bilməmək isə cəhalət adlanır. Zaten kamil olan Allah cəhalət kimi nöqsan sifətlərdən pak və ucadır. Allahın bir şeyi bilmək üçün heç bir səbəbə ehtiyac yoxdur. Çünki onun elmi hər şeyin həqiqətin və necəliyini əhatə edir. Yəni, həmçinin də belə deyək ki, Allah Taala'nın cüziyyata elmi olmağı, onları kamil şəkildə bilməsi, onun zatının dəyişkən olması ilə ziddiyyət təşkil eləmir. Kim deyir ki, yəni, məxluqat haqqında olan məlumatların, belə deyək də, müxtəlifliyi və fərqliliyi müqəddəs zata qayıdır və onu dəyişir. Zatı və fiili sifətlər arasında olan fərqlər ki, haqqında biz danışmışdıq, qeyd etmişdik, Allahın elmi müxtəlif yaradılışa və işlərə sahib olan məxluqata nisbətdə bərabərdir. Yəni, müxtəliflik, fərqlilik yalnız məxluqata nisbətdə yaranan bir şeydir. Nəinki Allah üçün. Və Allah hər bir bilgiyə sahib olan alim, məxluqat haqqında isə bilgi əldə olunan belə deyək də, məlumlardır. Əgər məxluqatdan hər hansı bir məlum aradan getsə, ona alim olan Allahın elmi yox, həmin məxluqun məlumluğu aradan gedəcək. Yaxud onda nəsə artsa və ya azalsa, artan və azalan Allahın elmi yox, onun məlumluğu olacaq. Elmliliyi və cəhalət olacaq yaxud da. Yəni, bu mahiyyət budur. Əgər belə olsaydı ki, artan, azalan Allahın elmi olsaydı, o zaman məqdurat, yəni qüdrətə çatılan, hesab olunan məxluqatdan birinin aradan getməsi Allahın qüdrəti aradan gedərdi, azalardı ondan nəsə. Yəni, bu fikrin batıllığı tam aşkar bir məsələdir. Cüzlər haqqında olan məlumatla müxtəlifliyi zatla deyil, onlara nisbətdə yaranan məlumluqlar ilə əlaqədardır. Nəticədə budur ki, bütün Allahın zatının dəyişilməsi heç bir əlaqəsi yoxdur. Və şübhədə deyilən nəzərin batilliyini ən möhkəm və aşkar dəlillərdən biri də vəhiydir. Ki, onların Allahın elmi barəsi söylədikləri bu açıq fikir Həzrət Peyğəmbər nazil olan vəhiy ilə ziddiyyət təşkil edir. Niyə? Quran-ı Kərimin bir çox ayələr, təvatür sayda hədislərimiz Allahın elminin sərhədsiz olmağını bizə dedir. Və hər şeyi əhatə etməyini dedir. Və ona görə də Quran-ı Kərim özəl açıq aşkar dəlildir ki, Ələm 59-da Allah deyir ki, وَعِنْدَهُ مَفَاتِحُ الْغَيْبِ لَا يَعْلَمُهَا إِلَّا وَهُوَ يَعْلَمُ مَا فِي الْبَرِّ وَالْبَحْرِ. Qeybin açarları Allahın yanındadır. Onları yalnız o bilir, o qeyb ilmini. O quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq yoxdur. Yerin qaraldıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru yoxdur ki, açıq aydın yazıda olmasın. Yəni, lövh-i məhfuzda. Belə deyil. Yəni, bu da elə bir ayədir ki, mübarək ayə. Onların Allahın o cüzləri olan elmini inkar edənləri nəzərlərini batıl etmək üçün tək olaraq ayət kifayətdir. Bu, Ənəm 59. Çünki bu ayə əvvəldən axıra qədər Allah Taala'nın cüzləri olan elmindən danışır. Ki, Quran-ı Kərimin onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur sözü, elə açıq aşkar cüz'i elmdən xəbər verir də ki, Allah Taala hər bir xırdalığına kimi bilir hamısını. Məgər onlar bu kimi ayələrə baxıb təfəkkür etməyiblər, yoxsa bu ayəni də öz sözlərini doğru çıxartmaq üçün təvil edib başqa mənaya yozurlar. Halbuki ayə aşkar mənada Allahın cüz'i məsələləri də öz elmini əhatə etdiyini bildirir. Və buna görə başqa ayətlər də var. Yəni biz deyirik ki, bu ayət elə öz ağıl sahibi üçün kifayət. Məsələn, Mülk surəsi 13-14 sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də ki, yaxud da Allah o qəlbinizdə olanları bilir. İnnehu alimun bizətis sudur. Sizin qəlblərinizdə olanları bilir. Məgər yaradan bilməzmi? Ələ ya'lamu mən xalaqa və huvəl-latiful xabir. O hər şey həqiqətən də bilən və xəbərdardır. Və hətta Hədid 4-cü ayədə
o yerə girəni də, oradan çıxanı da, göydən enəni də, qalxanı da bilirsiniz. Harda olsanız, eynəmə kuntum ki, huvə məəkum. Harda olsanız o sizinlə birgədir. Allah sizin nə etdiklərinizi görür. Nəinki bilir. Vallahu bimə tə'məlunə bəsir. Ki Allah sizin nə etdiklərinizi də görür, bilir. Onun həm elmi var, həm də görür. Və ennəllaha qad əhətə bi kulli şeyin alimə. Ki həqiqətən də Allah hər şeyi elmi ilə əhatə edir. Və Quran-ı Kerim açıq-aşkar kulli şey deyir. Hər şey. Yəni Allah Teala hər şey incəliyə qədər bilməsi, öz elmi ilə onları əhatə etməsi mənasını daşıyır. Yəni bu mənadadır. Allah Teala'nın elmi təkcə kullidə deyil ki, bu hamısını əhatə edibdir. Ümumi deyil ki, deyək ki, bu hissələri bilməsin, cüzləri bilməsin. Və mənası aşkar olan ayələrin, möhkəm ayələrin müqabilində onun elmini qismlərə bölmək və Allahın elmi nədənsə istisna edib əsassız fikirdən ibarət bir sözü çıxartmaq düzgün deyil. Ki, Quran-ı Kerimlə yanaşı, həmçinin mütəvatir hədislərimizdə də bunlar var. Mesela İmam Sadiq Aleyhisselam'ın nəql olunan hədisdə var ki, səhabə ilə danışır, deyir, keçmişdə nələr olur, qiyamətdə olacaq şeylər məgər Allahın elmində yox idi. İmam deyir ki, bütün bunlar Allahın elmində var idi. Hətta göyləri və yeri yaratmamışdan əvvəl belə Allah bunları bilirdi. Və ona görə də bu qaçılmazdır ki, bu nəzər sahiblərinin dediyi fikir həm Qurana, həm hədislərə açıq-aşkar ziddir. Müxalifdir və alimlərimizin icması ilə də müxalifdir. Allah Məclisi Rəhmətullahi Aleyh Əynül Həyat kitabının 111-ci səhifəsində qeyd edir ki, bil ki, Allah Teala'nın elmi hər şeyi əhatə edib. Həmin şeylər istər kulli olsun, istər cüz'i olsun. Müsəlmanlar bunun üzərində icma ediblər. Filosoflardan bəzilərinin Allahın cüzləri olan elmi inkar etməsi küfürdür. Əksinə Allah əzəldən bütün şeylərə alimdir. Bir şeyin sonradan var olması onun elmini dəyişmir. Onun elmində artırıb azaltmır nəysə. Bu fikir ayələr və qəbul olunmuş məqbul xəbərlər vasitəsilə izahı ehtiyacı olmayan məsələyə çevrilmişdir. Yəni bədihi məsələ olmuşdur artıq. Bu da düşünürəm kifayət eləyər ağıl sahibləri üçün. Vəlhamdülillah Rabbil aləmin.